Aha, deməli uşaqlar, bax sıxlıqla bağlı çox danışdıq sizlə biz. Və hətta belə bir məsələdə səssiz araq yoldaşlar, xışıltı falan gəlməsin, qoy hamıya aydın olsun misallar. Deməli və hətta dedik ki, sizinlə sıxlığı insanlar niyə qarışdırır? Belə bir sual vermişdim ki sizə. 1 kiloqram daş mı ağırdır? 1 kiloqram pambıq mı daha ağırdır? Belə bir sual vermişdim sizə dərsdə. Ki sıxlığın önəmi budur bax. İnsanları bu sualla niyə çaşdırırlar? Sonra vaxt gedib soruşsanız bunu biraz orta yaşlı, təhsili məsələn deyək olmayan bir şəxslərdən soruşsa, sonra vaxt burada 1 kiloqram daş 1 kiloqram pambıqdan daha ağırdır cavabını verəcəklər. Deyəcəklər 1 kiloqram daş daha ağırdır da və 1 kiloqram dəmir daha ağırdır 1 kiloqram pambıqdan. Halbuki bunların demişdik kütlələri eynidir adı üzərində. Bu da 1 kiloqramdır, bu da 1 kiloqramdır. Bəs bu məntiqi çaşdırma sual harda meydana gəlir? Niyə meydana gəlir bu sual? Sıxlıq anlayışı qarışdırıldığı üçün. 1 kiloqram pambıq demişdim ki, bu boyda sahəni əhatə eləyir, amma 1 kiloqram daş bu boyda yer əhatə eləyir. Oradan insanların beynində qarışır. 1 kiloqram pambıq nə boyda saat tutur, 1 kiloqram daş nə boyda saat tutur amma. Düzdürmü yoldaşlar? Fərq budur əslində ki, sıxlığı çox olan maddələr daha az həcmdə daha çox kütlə tuturlar. Sıxlığı az olan maddələri isə daha böyük bir həcmdə az kütlə tuturlar. Yəni ki, mən məsələn, deyək burada bir qab götürsəm, məsələn, həcmi bunun 10 litr olsa, bu həcmi 10 litr olan qabın içərisinə mən tutaq ki, su doldursam və ya benzin, spirt dolduraq la. Mən həcmi 10 litr olan qabın içinə spirt doldursam, spirtin sıxlığı 0,8 qram böl kub santimetr və ya qram böl millidir. Spirti doldurduğum zaman adı üzərində bax, sıxlıq qram böl milli. Rho bərabərdir qram. M, milli də həcm deməkdir. Rho bərabərdir M böl V düsturundan hesablanan şeydir sıxlıq. İndi buradan M nəyə bərabərdir bəs? M bərabərdir rho vur V-yə. O da bərabərdir. Rho'su 0,8 qram böl milli. Bax, rho'su 0,8 qram böl millidir. Rho'su. Amma mənim verdiyim sizə 10 litrdir. Mütləq vahidlər bir-birini tamamlamalıdır. Yəni, mən bura qram böl milli yazmışamsa, bəli, durub mən bura 10 litrə vura bilmərəm. Bu, böyük səhv, yoldaşlar. Çünki milli ilə litr bir-birilə ixtisara gedə bilməz. Vahidlər bir-birini tamamlamalıdır. Hətta mən dərsdə sizə dönə-dönə deyirdim ki, qramın üstünə, məsələn, 5 qram plus 3 santimetr. Bu necə ki, kobuddur bu hesablama, mümkün deyil. Eyni qaydada qram bölü milli və ya litr. Bu da bir-birindən fərqli şeylərdir. Nə olsun ki, milli litr həcmi göstərir. Axı milli başqa bir artıq ölçüdür, litr başqa bir ölçüdür artıq. Ona görə mütləq 10 litri milli aparmaq lazım ki, ixtisara gedə bilsinlər. 10 litrində 1 litr 1000 millidir. 10.000 millidir. Bunu da 10.000'e vururam. 10.000'e vuranda buradan milli. Millilər buradan artıq ixtisara gedə bilər. 8 vur 10.000 eləyir buradan yoldaşlar. Neçə? 8.000 qram. 8.000 qram. 8.000 qramın da 8.000 qram bərabər 8 kiloqram deməkdir. Deməli 10 litr olan bu qaba spirt töksək 8 kiloqram eləyir kütləsi. Amma həmin qaba başqa bir halda gətirib civə boşaldaq demişdik. Bax, bu misalı danışmışıq sizinlə. Bunu səhv yazmaq qəbahətdir ödəşdir. Ya, olmaz ha, yəni bunu səhv yazmaq olmazdı valla. İndi içinizdə düz yazanlar çox kütlə var, düzdür. Amma yazmayanlar üçün bir nəfər də olsa səhv yazan. O da bizim üçün böyük bir səhvdir də. Çünki danışdığımız şey yoldaşlar yazmamaq günahdır. Rho bərabərdir M böl V-yə görə. İndi mən bura civə tökürəm. Eyni həcmli qabdır. Eyni ölçüdə qabdır, bax. Mən bura civə töksəm, civənin sıxlığı deyək ki, rahat olsun istəmək. Qoy 13 olsun, la. Rho'su 13 qram böl millidir. İndi mən eyni şeyi gətirib rho bərabərdir 13 qram böl millini vursam 10 litr, yəni 10.000 milliyə eləyəcək 13.000 qram. 13.000 qramın da yoldaşlar, daha doğrusu 13.000 yox, 130.000 üzrüsən, 130.000 qram. 130.000 qramında mini siləndə qrama görə kiloqrama çevirmək. 130 kiloqram eləyir. Bir də fərqə baxın. Eyni boyda qabdır. 2 dənə eyni boyda qabdır. Bir halda içinə civə tökülsə, onu biz yerindən tərpədə bilmərik. 130 kiloqramlıq 10 litr bax balaca bir dənə qabdır. Su qabı. İçində civə olsa, onu yerindən tərpətmək olmaz. 130 kiloqram eləyər.
Amma içində spirt olsa 8 kiloqram eləyər. Sıxlığın fərqi aydındır ki, yəni sıxlığı çox olan eyni həcmdə daha çox kütlə tutur, sıxlığı az olan eyni həcmdə daha az kütlə tutur təbii ki. İndi burada ki, zaten özləri kütləni və həcmi veriblər. Rho bərabərdir M böl V-yə görə 26,9-u böləndə 3 kub santimetrə. Buradan misin sıxlığı çıxır ki, nə bilim 7-8 arası bir şeydir. Alüminiumda 18,9-u böləndə 7-yə. Buradan çıxır hardasa, nə bilim 2-3 arası bir rəqəmdir də, deyək ki, dəqiq rəqəmə ehtiyacımız yoxdur burada. Bizə müqayisə maraqlıdır. Deməli, belə çıxır ki, misin sıxlığı alüminiumun sıxlığından daha böyük bir qiymət alır. Mis sıxlığı daha çoxdursa, deməli, bir ifadəsi doğrudur. Misin deməli, bir saniyə, hə, sıxlığı daha çoxdur. Daha sonra hər iki metaldan eyni həcmi götürsək, bax bu problem yaradır çox uşaqda. Hər iki metaldan eyni həcmi götürsək, alüminiumun kütləsi daha böyük olar. Yoldaşlar, axı bax, eyni həcm. İndi bax bu danışdığım, səhərdən bu danışdığım misaldır bax. Sudan bir də ki civədən eyni həcm götürdüm mən. Bax, eyni 10 litrelik qab götürmüşdüm. Birinə spirt doldurmuşdum, birinə civə doldurmuşdum bir halda. Hansında kütlə daha çox oldu? Civənin sıxlığı çox olduğu üçün civə olanda qabın içində onun kütləsi daha çox oldu. Yəni sən eyni həcm götürəndə həcm eynidirsə, hansının sıxlığı çoxdursa, onun təbii ki kütləsi də qat-qat digərindən çox olacaq ki, məsələn buradakı misalımıza görə. Ona görə eyni həcmdə alüminiumun kütləsi böyük olar? Yox, alüminium yüngül olar. Əksinə. Mən bir söz deyə bilərəm mən. Buyur, təbii ki de. Mən burada biz baxdıq ki, bir doğrudur. Biz elə özümüz ikinci variantı eləməliydik də. B və C variantlarında sadəcə 1 var və onlarda da 3 və 4 var. Olar. İndi bir sənəcə bu elə bir şeydir ki, biraz testologiya baxımından yanaşmışsan. Amma mən istəyirəm ki, elmi yaxınına, elmi yöndən tam olaraq sualın hər şeyini dərinliyə kimi bilək ki, sabah finalda elə bir şansımız olmayacaq bizim. Finalda artıq biz, məsələn, bunu verəcək, heç nə verməyəcək. Deyəcək ki, indi özün açıqlamasını yaz cümlə ilə, əl yazısı ilə yaz, izah elə. Onu detaylı formada biz izah eləməyi bacarmalıyıq. Sıxlığın anlamını bilməliyik ki, biz sabah onu izah eləyə bilək orada. Finalda sizə kimdir testi verən? Finalda artıq ətraflı, özdə izah eləyəndə də, məsələn, orada yoxlayanda uşağın bir qavramasına baxılır. Görün, bu uşaq bu mövzunu nə dərəcədə qavrayıb, yazdığı cümlələr nə dərəcədə elmi ifadə eləyir, belə deyək də, bu mövzunu tam elmi olaraq ifadə eləyir. Ona görə gələn dərindən biləsiniz bölməni. Hər iki metaldan eyni kütləyə götürüldükdə alüminium həcmi daha böyük olar. Və yenə, hər iki metaldan eyni kütləyə götürürəmsə, yəni deyək ki, məsələn, bax adı üstündə. Hətta bunu bax elə buradan baxın, bax məsələn. Bunun 26,9 qramı 3 kub santimetrdir. Eyni kütlə götürək deyir. Gəlin bunu da məsələn aparıb alüminiumu da 26,9 qram eləsəm, hələ bu yazığın 19 qramı 7 kub santimetrdir. Bunu da aparıb 26-ya aparsam, məsələn də, deyək ki, haradasa 1,5-ə falan vursam. Bunu da 26 eləsəm, bu olacaq haradasa 10 kub, 11 kub santimetr, məsələn. Yəni, hər ikisindən eyni kütlərə götürsəm, təbii ki, alüminiumun həcmi daha böyük olar. Çünki dediyim kimi, bayaq o pambıqla daş misalını mən sizə niyə göstərdim? Daşın bu boydası 1 kiloqramdır. Pambığın 1 kiloqram olması üçün nə qədər götürməliyəm mən pambıqdan? Bu boyda pambıq götürməliyəm ki, mən 1 kiloqram ola bilsin. Deməli, eyni kütlədə ola bilmək üçün sıxlığı balaca olandan gərək sən daha böyük həcm götürəsən ki, gəlib onunla eyni kütləyə sata bilsin. Və bu düsturdan da ifadə olunur. Arkadaşlar, rho bərabərdir M böl V-yə görə buradan eyni kütlədə M bərabərdir rho V-dir. Əgər hər ikisini eyni kütlə götürmək istəyirəmsə, gərək onun həcmi də böyük ola ki, gəlib bu birisini tuta bilsin də, yəni belə məntiqlə düşünməyiniz lazımdır. Və burada da zaten görünür dediyim kimi. Alüminiumun gəlib mis boyda kütləsinin olması üçün gərək onun həcmini daha çox götürün. Çünki 7 kub santimetr 18 qramdır. Gərək ondan mən təqribi də, yəni bölmənizə ehtiyac yoxdur. 10-11 kub santimetr götürüm ki, gəlib 26 qram ola bilsin. Onunla eyni qram ola bilsin.
Belə yoldaşlar və daha sonra da mis və alüminium metallarını əridib qarışdırsaq, yəni əridib qarışdıranda yoldaşlar, onların sıxlıqları arasında bir qiymət almalıdır. Yəni mislə alüminium qarışırsa, sıxlıq ikisindən də daha ağır bir şey almaq imkansızdır. Bu 14-cü sualı sizinlə biz kitabda işləmişik. Daha doğrusu sınaqda işləmişik. Onu bir yerdə hətta hatırlayırsınızsa var idi 14-cü sualda yəni. Deməli 14-cü sualı işləyə bilməyən var mı? İzah eləmişdim əslində onu. Mən onu hesablamışam. Hə, onu işləmişdik. Gələk indi baxaq. Problemli suallar 15 5 azot molekulu və 9 hidrogen molekulundan ən çox neçə amoniak molekulu əmələ gələr? Hansı molekuldan neçə də artıq qalar? Arkadaşlar, deməli bu da əslində kitabda belə bir sual var idi. Sadəcə şəkillə idi ki, neçəsi artıq qalar, neçəsi əksik olar. Ona baxalım. Hə, deməli bax 5 azot molekulu, 5 dənə N2, 9 dənə də H2 molekulu var. 9 dənə də bax 5 dənə N2 molekulu, 9 dənə H2 molekulu var. Ən çox neçə amoniak molekulu əmələ gələ bilər? Hansı molekuldan neçə ədəd artıq qalar? Deməli dostlar, burada baxın NH3 almaq istəyirik biz. NH3-ün içərisində bir azot, 3 də hidrogen var. Bax, NH3-ün içərisində bir azota 3 hidrogen düşür. İndi burada mənim neçə azotum, neçə hidrogenim var, ona baxmalıyam mən. 5 azotun içində 10 dənə 18 azotum var, 10 dənə azotum var. 9 dənə H2-nin içində də 9 dənə hidrogen atomum var. 18 dənə üzrüsən. 18 dənə hidrogen atomum var. Deməli, mənim cəmi 18 azot atomum, 10 azot atomum var. 18 hidrogen atomum var, arkadaşlar. İndi bu NH3 molekulunun içində, düzdür, bunu biz indi kimyəvi reaksiyalarda, 9-10-cu siniflərdə çox rahat yolla işləyə bilirik. Amma sizlə o yollarla niyə işləyə bilmərik? Çünki siz hələ kimyəvi reaksiya öyrənməmisiniz. Ona görə biz bunu atomların sayları nisbətindən işləməliyik. Sizin, belə deyək, yaş qrupunuza görə də. İndi bir azota 3 hidrogen düşür, arkadaşlar, burada. Bax, mənim 10 azotum var. 10 azot atomuna, neçə hidrogen atomuna ehtiyacınız var sizin? Bir azota 3 hidrogen düşürsə amoniak molekulunda, 10 azota neçə hidrogen atomu lazımdır? 30. Bəs sənin 30 dənə hidrogen atomun varmı? Hə. Baxın görə, bir azota amoniak molekulunun yaranması üçün 3 dənə hidrogen görüşür. Sənin 10 dənə azot atomun var. 10 dənə azot atomuna sən 30 dənə hidrogen atomu istəyirsən. Axı sənin əlində 18 dənə cəmi hidrogenin var. Deməli, sən nə etməlisən onda? Hidrogenə görə ayağı uzatmalısan. Baxmalısan hidrogenin yönündən. Sənin 3 hidrogeni və 1 azot düşür. 18 hidrogenə neçə azot düşər? 6. 6 azot düşər. İndi sənin 6 azotun varmı? Var. Uşaqlar, baxın, bu suallarda məntiq nədir? Bir maddənin çatışmaması problemdir. Yəni, əksik olması problemdir, amma artıq olması problem deyil. Gəlin sizə 2 dənə cümlə deyim mən, məsələn. Mən deyirəm ki, məsələn, deyək ki, Nilüfərin evdə məsələn 5 dənə yumurtası var idi. Bu 5 yumurtadan səhər yeməyində 6-sını bişirdi, yedi. Cümləyə baxın, 5 dənə yumurta var idi. Deyirəm, indi 5 yumurtadan 6-sını bişirdi, yedi. 5 dənədən 6-sını bişirdi. 6-sını nəsə bişirdi. Bir dənə belə cümlə işlədirəm. Bir dənə deyirəm ki, məsələn, Toğrulun indi 5 dənə yumurtası var idi. O 5 dənədən 3-ünü bişirdi, yedi. İndi hansı cümlə qrammatik olaraq sizcə qayda qanunla doğrudur? 5 dənədən 3-ünü bişirmək doğrudur da, düzdür mü? 5 dənədən 3-ünü bişirə bilərsən, ikisi artıq qalsın. İkisinin artıq qalmağı problem deyil, çünki kənarda dursun da orada. Amma 5 dənədən 6-sını bişirib yemək bu problemdir də. Bu düz gəlmir axı. 5 dənə var idi, 6-sını bişirdim mən. Bu nətər ola bilər? Bu imkansız daxildir. 5 dənədən necə 6 dənəsiz? Bu imkansızdır. Ona görə sən deməli düşünsən ki, 10 azot var. Buna 1 azota 3 hidrogen lazımdır. 10 azota 30 hidrogen lazımdır. Axı sənin 18 hidrogenin var. Sən 18 hidrogendən 30-unu reaksiyaya daxil edə bilərsənmi? İmkansızdır bu. Ona görə 18 hidrogen varsa, sənin 30 hidrogeni reaksiyaya daxil eləməyin, 30 hidrogenli amoniak yaratmağın bu imkansızdır. Sən məcbur nə etməlisən? Hidrogenə görə ayağı uzatmalısan, başlamalısan hidrogen üzərindən işləməyə. Ki, yəni hansı maddə
azdırsa, artıq qalırsa onun üzərindən işləməlisən. İndi gəlin tərsinə baxaq görüm. 18 hidrogenə neçə azot lazımdır? Bax şey 6 azot lazımdır. Altı. Sənin 6 azotun var, 10 dənə azotun var. 6-sını girsə, 4-ə artıq qalsa bu cümlə problem yaratmır bizə, gördünüz? Ona görə deməli biz nə etməliyik? 6 azotla 18 hidrogeni azot atomu ilə 18 hidrogen atomunu reaksiya daxil edərik. 6 azotla 18 hidrogen neçə də amonyak molekulu yaradar? 6 dənə NH3 molekulu yaradar. 6 NH3 molekulunda 6 azot 18 hidrogen olar. Bəs nə baş verər? 4 ədəd azot atomu artıq qalar. Amma cümləyə baxın, bax, 4 ədəd azot atomu artıq qalar. Desə ki, neçə dənə azot molekulu bəs? 4 dənə azot atomu da 2 dənə N2 molekulunda artıq olaraq qalır. Deməli, sizin 2 dənə azot molekulunuz artıqdır, 6 dənə də amonyak molekulunuz alınmışdır. Və burada heç bir şeyə əliniz çatmırsa, burada təbii ki, mən indi daha çox bu həll eləməyiniz üçün sualı ən belə variantsız qaldığınız, ən pis halda belə olan metod deyirəm sizə ki, qoy ən azı sual qalmasın, işləyəsiniz sualı. Yəni burada nə edə bilərdik? Məsələn, bu yol ağlınıza gəlmirsə, doğru yolu 5 azot, axı demişdim ki, sizə xatırlayırsınızsa, ozon suallarına demişdim bunu ki, atomların sayı həmişə eyni olaraq qalmalıdır. Yəni bir reaksiya baş verəndə atomların sayı dəyişə bilməz heç zaman. Atom sayı dəyişən şey deyil. Yəni sənin 5 azot molekulunda neçə atom var? 10 dənə atom var. 9 hidrogen molekulunda neçə dənə atom var? 18 dənə atom var. Yəni sənin qabında cəmi neçə atom var bala? 28 dənə atom var. Onda sən nə qarırsan elə, qabın içində yekun olaraq axırda 28 atom yazmalısan. Qabın içində axırda mütləq və mütləq nə 27, nə 29 imkansızdır. 28 atom olmalıdır. Çünki reaksiyalarda atom bir molekuldan digərinə hoppanır keçir. Onun yəni yoxa çıxması, əlavə artması, özündən meydana gəlməsi bu imkansız bir şeydir. Atom durduq yerə nətə atom yaransın ki? Bu atom sadəcə bir molekuldan başqa molekulun tərkibinə keçə bilər. Ona görə bir yoxlayıram indi ən pis ehtimalımı yəni. 4 azot molekulu. Azot molekulunun formulu NH3-dür də. 4 dənə azotda neçə, 4 dənə amonyakda neçə dənə atom var? Birində 4 dənə atom var da amonyakın. 4-ündə neçə atom var yoldaşlar? 16. 16. 3 dənə azotda da 3 vur 2 6 atom. 16 bu da 6 22 getdi. Cəmi 28 atom olmalıdır məndə. 4 dənə amonyak molekulu. 4 dənə amonyakda 4 vur 4 16. 4 dənə hidrogenda 4 vur 2 8. 16 da 8 neçə 24 mi nə? Bu da getdi. 26 mı nə? Bu da getdi. 6 dənə amonyak molekulu. 6 vur 4. 24 dənə atom bunda. 2 dənə azotda. 4 dənə atom bunda. 24 plus 4 28 elədi bu. Yəni bu yol tövsiyə eləmirəm ha yoldaşlar. Demirəm bu yolla işləyin. Amma ən azından sualın altından çıxmaq üçün nəsə bir çözüm ürətməliyik də özümüzdən. Aydındır? Atomların sayı dəyişmir. Bundan bir variant çıxara bilərdiniz. Yəni qarşınıza yenə çıxsa, ən azından düşünün ki, həmişə atomların sayı sabit qalan şeydir. Atom sayı dəyişən şey deyil. Bu belə. Amma sualın doğru yolu dediyim kimi, burada düşündüyümüz kimi eləməliyik ki, bizim neçə azotumuz, neçə hidrogenimiz var və həmin maddələr hansı nisbətdə reaksiya daxil olurlar. Yəni 1-in 3-ə nisbətində bunları biz reaksiya daxil eləməliyik. 1-in 3-ə nisbətində reaksiya daxil eləməliyik. Və o nisbətə görə də görünür ki, hidrogen sərf olunur, qutarır, azotdan da artıq qalır. Burada qaranlıq qalan məqam varmı ki, məsəl? 22. 20 isə 22. 21-ə bax, 22 21, 22, 23 onların hamısını deyəcəm. 21-ə toxunaq, onları da gedərsin. Yaxşı. Deməli, təbiətdə hidrogenin proton, deuterium olmaqla 2 izotopun mövcuddur. Proton izotopundan əmələ gəlmiş su yüngül su adlanır. Deuterium izotopundan əmələ gəlmiş su isə ağır su adlanır. Yüngül su ağır sudan ibarət qarışığın tərkibinə etdiyi zaman qarışıqda proton sayı 2000, qarışıqda neytron sayı 1720 olur deyir. Yoldaşlar, baxın, H2O molekullarının sayını
Biz bilmirik nə qədər H2O molekullarının sayı. H2O molekullarının sayını gəlin özümüzdən X qəbul eləyək. Deməli, HD2O molekullarının sayını da özümüzdən Y qəbul edək. Belə suallar işləmiş yoldaşlar sizində. Deməli, H2O-dakı protonların sayını tapaq. Hidrogenlərin birində 1 proton var. Deməli, oksigenlərin də birində 8 proton var. Onda H2O-da 2 dənə hidrogen plus bir dənə də oksigende 8 dənə proton, 10 dənə proton var. Amma H2O-nun bir molekulunda 10 dənə proton var. Axı bundan neçə molekuldur bilmirəm. Mən buna X sayda molekul demişəm. Birində 10 dənədir də, X dənəsində 10x qədər proton var. 10x qədər proton var. Bəs D2O-da nə qədər proton var? Arkadaşlar bu D2O-da bunun deuterium bunun izotopu olduğu üçün orada təbii ki proton sayı yenə 10 dənə olmalıdır. Çünki deuteriumda da bir dənə proton var, oksijende də 8 dənə proton var. Cəmi 10 dənə proton var D2O-da da. Ona görə 10 dənə bunda var. 10x plus 10y bərabərdir proton sayı 2000-ə. Neytron sayına gəldikdə isə X H2O-da hidrogenlərin neytronu yoxdur protonun. 8 dənə bir dənə oksigen atomundakı neytron var. Axı oksigenin birində 8 dənə neytron var. Və bundan X sayda olanda necə olacaq? X vur 8. Yəni 8x qədər buradakı neytronların sayı olacaq. Plus D2O-da neçə dənə deməli neytronumuz var? Oksigenin 8 neytronu var. Amma əlavə olaraq deuteriumun da neytronu var artıq. Deuteriumun da hərəsində bir neytron var. Baxın, deuterium 1, 1, 2. Deuteriumun hərəsində bir neytronu var. 2 dənə deuteriumda deməli olacaq 2 dənə neytron. Oksigende də 8 dənə. 10 dənə neytron var cəmi. 10 dənə neytronu da Y-ə vuranda 10Y-də bunun neytron eləyir. Bu da bərabərdir 1720. Görün nə asan tənlikdir. Bax, tənliyə baxın nə sadədir. Bu tənlikdən bu tənlik burası sizin riyazi bacarığınızdır artıq. Mən həmişə sizə deyirəm ki, riyazi olaraq belə tənliklərdə əvəzləmədən gözəli tənlikləri bir-birindən çıxmaqdır. Hər hansısa X-i və ya Y-i bir-biri ilə eyniləşdirib bir-birindən çıxmaqdır. Ki, zaten burada Y-lər artıq eynidirlər. 10Y, 10Y. Onda bu tənlikdən bu tənliyi çıxsam, 10x çıx 8x, qalar 2x, 10y çıx 10y, gedərlər, bərabərdir qalar, neçəyə bala? 280, 280. Hə? X bərabərdir burada nə deyər? 140. Bizdən nəyi soruşurdu balam? X bizdən yüngül suyun sayıdır. X yüngül suyun sayıdır da. Bu nədir? H2O-nun sayıdır. Biz X-onu qəbul eləmişik. X əgər 140-dırsa, cavabda isə sizdən Y-i soruşuram mən. İndi X-in yerinə 140 qoyursunuz. Bax bu tənlikdə X-in yerinə 140 qoyanda 10 vur 140 edir. 1400, 1400. 2000-dən 1400 çıxanda qalır 600. 10y bərabərdir 600. O da y bərabərdir 60-a. Bu da belə bir şey. Gördünüz? Çətindir bu aşıqlar. Bu çətin deyildi. Axı biz elə 2 dənə məhsulla bağlı suallar işləmişdik. Belə sistem tənliklər qurmuşuq biz sizinlə. Mən 20. Bunu saxlamaq olmaz idi. 22 başlayalım. 20. Deyir ki, bax bu sualın ən belə daha yüksək səviyyələrini biz kitabda işləmişdik. Özdə orada lap belə daha 4 dənə, 5 dənəsini verirdik ki, temperatur, təzyiq müqayisə edək. 4 dənəlisini verirdik orada biz. İndi bax, azot qazıdır. Qazların həll olması temperaturla tərs mütənasibətlidir. Hətta belə bir cümlə deyirdik ki, biz qazlı içkilər niyə soyuq halda içilir? Çünki soyuq halda qaz suda daha yaxşı həll olur. İndi burada temperaturu əgər artırıblarsa, həll olması deyir, eyni olsun. Həll olmanın eyni olması üçün, axı temperaturu artırmışam. Temperaturu artıranda həll olma azalır. Həll olma azalıbsa, mən həll olmanı eyni saxlamaq üçün artırmalıyam. Həll olmanı artırmaq üçün təzyiqi də artırmalıyam. Gərək onda BA-dan böyük olsun ki, həll olma eyni qala bilsin. Yəni sən temperaturu artıranda həll olmanı azaldırsan. Həll olma azalırsa elə bir təsir göstərməlisən ki,
o azaltdığın şeyi bir kompensasiya eləsin. Artıraraq bərabərləşdirsin digərinə. Ona görə gələ təzyiqi artırasan ki, o 1 ilə 2 bir-birinə bərabər olsun. Biz bunun ən ağırlarına bir neçə mərhələsini işləmişdik. Gəldik 22-ci sual. 22-ci sual yoldaşlar, mən deyərdim ki, baxın, uzun sualdır. Amma valla bu sualların içində ən sadəsidir. Bu sualların içində ən sadəsidir. Yəni, hətta deyərdim birinci Mən sual kimidir bu sual. Prosto rəqəm çoxdur burada. Rəqəm çoxdur. bələm. O biraz başınızı qarışdırır. Amma valla sualda elmi, zərrə bir şey yoxdur bu sualda. Kimya elmi ilə bağlı zərrə bir dənə bir şey yoxdur. Gəl bax, hesablayaq. 500 milli qarışıq var deyir. Bax, 500 milli qarışığı 50 elə bil ki, mən deyirəm ki, bari riyazi olaraq. Baxın, gəl bunu çevirək riyaziyyat sualına. Mən deyirəm ki, sinifdə və ya məktəbdə 500-dən uşaq var. 500 uşaqdan 50%-i, nə bilim, filan rəngdə paltar giyinib, 30%-i filandır, 20%-i filandır. Bunları ayırıb yazırsın. Sonra deyirəm ki, sonra deyirəm ki, bunlardan bu X uşaqlarının, X uşaqlarının 80%-ni göndərdim filan yerə, qalan 20%-ni filan yerə göndərdim. Y-lərin, nə bilim, 80-30%-ni filan yerə, 20%-ni. Yəni, bu adi riyaziyyətin faiz sualıdır. Bunun kimya ilə zərrə əlaqəsi yoxdur, arkadaşlar. Sənin 500 milli qarışığın var. 500 milli qarışığın 50%-i X-dir. 50%. Yəni 250-si sənin X-indir. Qalan 30%, 500-ün 30%, 150-si sənin Y-indir. 20%, 100-ü isə sənin Z-indir. Daha sonra 500 milli qarışıqdan X-i ayırmaq üçün fraksiyalı distil edirik. Deməli, burada X-i tam ayırmaq mümkün olmur. Nəsə boş-boş. Burada bu zaman X-in 80%-i buxarlanır deyir. 250-nin bala 80%-ni buxarlandır. 250-nin 80%-i deyir 200 məncə. Deməli, bax, X-in 80%-ni, yəni 250-nin 80%-ni 200 buxarlandırırsan, baba 200'ü. 200'ü buxarlandırdım, 200 millini X-in. Gəldi bu qaba töküləsi 200'ün elə bir 200 milli, amma deyir ki 80%-i buxarlanır və buxarlananın, amma bu 200 millinin, yəni buxarlanan miqdarının 10%-i kondensləşərək yenidən kolbaya qayıdır. İndi 200 millinin 10%-i nə qədər eləyir? 20'si. 20'si geriyə qayıdır. Onda bu qaba nə qədər tökülür? 180 tökülür. İşte bu qədər. Aydındır məntiq? Sən 250 milli X-dən 80%-ni, 200 millisini götürdün, aparırsan yolla tökməyə o bir qaba. Aparanda bunun 10%-i, yəni apardığının 10%-i, sənin orada yolda apardığının 200 millinin 10%-i, çaşıb 250'nin 10%-ini tapmaq olmaz. Niyə? Çünki sən buxarlandırdığın buxarların 10%-i geriyə qayıdır. 200 milli buxarlandırırsan onun 10%-i, 200'ün 10%-i, 20 millisi geriyə qayıdır. Adi faiz sualı da valla bu. Kimya harasındadır bunun? Bunu niye yazmamışsınız çoxunuz? 20 millisi geriyə qayıdır, tökülür öz qabına. Şu bu qədər. İndi eyni əməliyyatı təkrar 3 dəfə eləmək lazımdır. Eyni əməliyyatı 3 dəfə eləmək lazımdır. Y üçün. Deyir ki, eyni proses... Necə? Nəyə görə 250 olmadı? Harada 250? 80%. Axı deyir ki, X-in 80%-i buxarlanmışdır. 250'nin 80%-i 200 milli buxarlanır da. Mən buxarın da 10%-i 20. Buxarın da 200 milli, buxarın da 10%-i geri qayıtmışdır. 20 milli deyir da o da. Hara problem var da görək? Hara saydın deyildim? Mən başa düşdüm. Hə. Müəllim, Buyur. mən bunu işlədim müəllim. Amma axırda 80 aldım mən. O da səhv çıxdı. Da baxıram indi. Və deməli burada 200 milli ilə buxarlandırdı. Buxarlanan miqdarın 20 millisi geriyə qayıtdı. Bu belə. Davamında Y üçün eyni şey deyir. 40%, 75% təşkil edir. Yəni Y-in 150'də axı Y. Onu yaşlı rəngdə verirsən. Bax. 150'nin 40'ını kondensləşdirirəm. 150'nin 40% edir 60. Deməli, bax 150 millinin 40%. Yəni 60 millini
buxarlandırıram. Buxarlandırdığım 60 millinin 75 faizi deyir kondensatorə geriyə qayıtmışdır. Yəni buradan ağardıq. Nə qədər buxarlandırdıqsa, digər faiz də onun geriyə qayıtdığını göstərir. İndi 60-ın 75 faizi kondensatorə geriyə qayıdır. 60-ın 75 faizi eləyir məncə 45 milli, elə? Bəli. 45 millisi geriyə qayıdır onda. 15 millisi gəlir tökülür bura. Deməli, Y-dən 15 milli var artıq. Y-dən 15 milli var. X-dən də 180 milli idi. Davamında eyni prosesi Z üçün eləyirik. Z-in isə deyir 20%, 75%dir. Eyni faizlər. İndi 100-ün 20 faizini götür. 100-ün 20 faizi. Bax 100'dür. 100'ün 20 faizi. Yəni 20 millini aparırsan bura. Ama 20 millinin 75 faizi geriye qayıdır, getmir qaba. 20'nin 70 faizini 20 millinin 75 faizi nə qədər edir? 15 milli. 15 millisi geriye qayıdır. 15 millisi gəlir tökülür bura. Deməli bu qabın içinə yəni eləyəcəyiniz şey nədir də qısacası? Verilən ədədin birinci 40 faizini tapırsınız. Daha sonra da 75 faizi geriye qayıtdığı üçün 25 faizini tapırsınız. Növbəti 20 faizini buxarlandırırsınız. 75'i geriye qayıtdığı üçün 25 faizini sizə lazımdır tapırsınız. Aparırsınız qaba. Bu qədər arkadaşlar. Yəni eyni əməliyyatlardır. Birini başa düşdürsə hamısı eyni şeydir burada. Deməli sizin yekun qabınızda 5 milli Z, 15 milli Y, 180 milli X. Aydındır? Və deyir, X-in burada toplanan maye qarışığının neçə faizini təşkil edir? 180 böl cəmi qarışıq 200 millidir. 180 böl 200 vur 100. O da eləyir 90 faiz. Bu qədər dostlar. Bu sual çətin sual deyil. Bunu eləmək lazım idi. Müəllim, bir də 25-ni başa sala bilərik. Deyəcəm balam, deyəcəm. 23. Müəllim, mən görürəm 22-ci sualın əslində mən bunun yarısını düz getmişəm və bəlkə də tamamlasam düz çıxardı cavab. Hadi oğlum, eyni şeydir də. Birini eləyə bilən Məndə onsuz ki. belə. Onsuz ki birini eləyə bilən uşaqlar. 80-15-5 almışam ben. Hətta birini eləyə bilən hamısını eləyə bilir də zaten. Birini eləyə bilən hamısını eləyə bilərdim. Eyni prosesi dalbadal təkrar edirsiniz orada. Qeyri-adi bir şey yoxdur ki orada. Daha sonra 500 millidir doymuş homogen məhlul hazırlanır. Məhlulda X maddəsinin kütləsi Y maddəsinin kütləsindən 20 qram çoxdur. Həmin məhluldan 100 milli götürülür və suyu tamamilə buxarlandırılır. Bu zaman qabda X və Y maddədən ibarət 30 qram qarışıq qalır. Məhlulun qalan hissəsində 400 milli olan X maddəsi kütləsini qoyar. Burada deməli burada baxın elə bil 500 milli doymuş homogen məhlul hazırlayırıq. Məhlulda deyir ki X və Y maddəsindən X maddəsinin kütləsi Y maddəsinin kütləsindən 20 qram çoxdur. Yəni sənin bu hazırladığın 500 milli məhlulda nə qədər X varsa Y maddəsinin kütləsindən 20 qram çoxdur deyir. Yəni elə bil X yazıram bura və burada Y yazıram. X-in kütləsi yoldaşlar. Y-in kütləsini Y qəbul eləsə, Y qram olsa, X-in kütləsini biz Y plus 20 qəbul edə bilərik. Çünki X maddəsinin kütləsi Y maddəsinin kütləsindən 20 qram çoxdur. Onda X bərabərdir, Y plus 20 yaza bilərəm də məncə. Çünki X Y-dən 20 qram çoxdur. X-in əvəzinə Y plus 20 yazıram qadın içində. Həmin məhluldan 100 milli götürülür və suyu tamamilə buxarlandırılır. Bu zaman qabda X və Y maddələrindən ibarət 30 qram qarışıq qalır. Məhlulun qalan hissəsində olan X maddəsinin kütləsini müəyyən edin. Yoldaşlar, indi burada riyazi olaraq bir məsələ var da. Bu 500 milli həcm üçün bunların arasında fərq 20 qramdır. Siz əgər
Bu məhluldan 100 milli kənara götürmüsünüzsə, bax 500 milli həcm üçün fərq 20 qramdır. Əgər siz bu qarışıqdan 100 milli götürmüsünüzsə, onların arasında fərq, yəni 500-dən neçə dəfə az götürmüsünüz? 5 dəfə az həcm götürmüsünüz. 5 dəfə az. Onda bunların arasında fərq də 5 dəfə az olmalıdır. Yəni x ilə y-in arasında fərq 100 milli məhlul üçün 5 dəfə az olmalıdır. Yəni biri y qədərdirsə y, digəri y plus 4 qram olmalıdır yoldaşlar. Baxın, gəlin bunu sübut edək. Məsələn, deyək ki 5 ilə 7 ədədlərinin arasında 2 vahid fərq var. 5 ilə 7-nin arasında 2 vahid fərq var da. Gəlin bunların hərəsini 10 dəfə artıraq. 5-i eləyək 50, 7-ni eləyək 70. Bayaq aralarında 2 vahid fərq var idi. Hərəsini 10 dəfə artırdım. Aralarında fərq neçə vahid oldu? Yenə aralarında fərq 2 mi oldu yoldaşlar? 20 oldu artıq fərq. Yəni mən bunları neçə dəfə artırıramsa, aralarındakı fərq də həmin dəfə artan şeydir də. Elə deyil? Ona görə deməli, mən həmin məhlulu tutaq ki, 500 milli yox, 1000 milli götürsəydim, aralarında fərq 40 qram olacaqdı. 2 dəfə çox. Yox, 500 milli yox, 5 dəfə azaldıb 100 milli götürmüşəmsə, aralarında fərq 4 qram olacaq. Aydındır? Y plus 4 olacaq. Bəli. İndi götürdüyüm 100 milli qarışıqda X və Y maddələrinin kütlələri cəmi 30 qram olur. Yazıram ki, indi, baxın diqqətlə. Y plus X, yəni Y plus 4. Bu X-dir də, elə bil ki. Bu da Y-in kütləsidir. X-in əvəzində Y plus 4 yazıram. Aralarında fərq 4 qram oldu. Bərabərdir 30 qrama. Biraz təstəyəm, çox görürsən. 2y bərabərdir 26-ya, y bərabərdir 13-ə. Y 13-dürsə, x-də y plus 4 idi. X ona nə deyir? 17 eləyir. İndi deyir ki, 400 milli olan x 400 millidə, yəni mənim əgər bu 100 milli götürdüyüm qarışıqda X maddəsi nə qədər idi? 17 qram tapdım. Elə deyil 100 milli üçün. 100 millisin olan qarışıqda 17 qram X maddəsi var idisə, 400 milli götürəcəyim qarışıqda nə qədər olar? 4 dəfə çox 68-dir. Deməli 100 millidə tapdıq. 100 millidə Y 13 idi, X 17 idi. Aydındır necə? Mən bunu fərqli yolla demişəm. Deyə bilərəm. Deyərsən, olar baxaq. Deməli burada 100 millidə Y 13 idi, X 17 idi. 400 millidə də bunun 4 misli qədər olacaq. İndi bunu belə də eləmək olardı ki, promoy 400-də də aparmaq olardı. Məsələn, yəni 100 millidə fərq 100 millidə 30 qramdırsa bu qarışıqdan, promoy 400-də, nə bilim 120 də yazmaq var, amma ehtiyac yoxdur da. Belə də eləsəz problem yox. De balam, de. Mən elə dediyiniz kimi eləmişdim. O 30-u vurmuşsan, yəni yenə də tənliyə gəlməlisən də qızım, aydındır, tənliyə yenə də gəlməlisən. Bir tənliyə əldə eləməlisən. Sonuc olaraq tənliyə əldə eləməlisən yenə də. Aydın yoldaşlarım ya? Mən de 25 dakika verdim. Ben 25 dahil. 24. 24-cü sual. Baxın yoldaşlar, 24-cü sual biz sonuncu həftədə sizinlə sınaq işləyəndə mən sınaqda 2 dənə qrafik qoymuşdum. Və bu qrafikdəki xatırlayırsınızsa çöküntünün miqdarı ilə bu qrafikdəki çöküntünün miqdarını tapmaq soruşulur xatırlayırsınızsa. Və o çöküntülərində yadınızda bir-birinə nisbətini soruşmuşdum. Xatırlayırsınız bunu? 2 dənə qrafik var idi ayrı-ayrı. Və buradakı çöküntüyə nisbətini soruşmuşdum. İndi burada həmin o qrafiklər eyni bir cədvəlin içindədir və həmin o cədvəldəki qrafiklərdən də çöküntülərin cəmini soruşur, nisbətini soruşur. Yox. İndi burada 300 milli sudan istifadə edilməklə hazırlanan doymuş homogen məhlulu 50 dərəcəyə qədər qızdırılır. Bax, yapışaq A maddəsindən. A maddəsi bu sarı rəngdə olan maddədir. 300 milli sudan istifadə etməklə. Deməli, bunun 10 dərəcəsinə baxıram. 10 dərəcədə həll olma 20 qramdır.
100 milli su üçün veririk bu. Deməli, 100 millidə 20 qram həll olursa, 300 milli suda 60 qram həll ola bilər. Yazıram, lövhəni yoxsa 2 yerə bölün mənə ən yaxşısı. Bura olsun A üçün, bura olsun B üçün. A üçün yazdığım yerdə 100 milli suda, deməli, buradan başlayır da su. 300 milli sudan istifadə eləmişəm. Yəni, qrafik göstərir ki, mənə hər 100 milli su 20 qram A duzu həll eləyə bilir. 10 dərəcədə 300 milli su isə 60 qram. Deməli, mənim 300 milli suyumda 60 qram duz həll olan şeydir. Və deyir, homogen məhlulu 50 dərəcəyə qədər qızdırırıq. B maddəsinin 50 dərəcədə 500 milli sudan istifadə etməklə hazırlanan doymuş məhlulunu deməli 50 dərəcə, gəlin belə eləyək dostlar. Məhlulların da hər birinə 100 milli su əlavə edirik. Deməli, bax, A maddəsini gəlin qutaraq, sual axıra kimi, sonra B-yə keçək də qarışmasın. Deməli, A-da 300 milli su var idi. Bunu 50 dərəcəyə qədər qızdırdım. Daha sonra da 100 milli həmin temperatura su əlavə elədim. Yəni 300 milli var idi. 400 milli artıq varımdı suyun. 100-də gəldim. Və temperaturum da artıq 50 dərəcədir. İndi A maddəsi sarı rəngli qrafikdən yapışaq yenə. Grafikim 50 dərəcəyə qalxır. 50 dərəcədə həll olma qabiliyyətim 80 qramdır. 80 qram həll ola bilərəm, amma 100 milli suda. Mənim 400 milli suyum var. 100-də 80 həll ola bilirəmsə, 400-də nə qədər həll ola bilərəm? 320 həll olarım da. 100-də 80-dirsə, 400-də 4 olacaq, 320 həll ola bilərəm. Deməli, 400 milli suda maksimum 320 qram duz həll olan şeydir. Mənim qabımda bayaq 60 qram duzum var idi. Mən 320 qram duz həll edə bilərəm, 400 millidə maksimum. 60 qramını bayaq həll eləmişdimsə, deməli, nə də tökməliyəm bura? 240 tökməliyəm bura ki, doymuş məhlul 260 olacaq, 260. 260 tökməliyəm ki, bura doymuş məhlul yarada bilim. A üçün gedişat aydınmı yoldaşlar? Baxın görək. Deməli, 300 milli suyum var idi. 300 milli suda 60 qram duz həll ola bilərdi. Daha sonra biz tapdıq ki, bu məhlulu 400 eləyiblərmiş. 100 su gəliblər. İndi 400 suda 50 dərəcədə. Mən tapıram ki, eyni əməliyyatla 320 duz həll ola bilər. Amma 320 duz həll ola bilər. Sadəcə mən 60-ını bunun bayaq həll eləmişdim də. İçində var idi bunun artıq. 320 olması üçün, bunun doyması üçün 260-a ehtiyacım var. Deməli, burada 260 qram əlavə olunmalıdır. Bu aydındırsa, keçirik ikinci məhlul üçün eyni əməliyyatda. İkinci məhlul üçün 50 dərəcəyə qədər, 50 dərəcədə ikinci məhlul, yəni göy qrafikdən yapışırıq. 50 dərəcədə deməli 40-dır həll olması bunun. 50 dərəcədə 40 qram həll ola bilir. Əgər 50 dərəcə 40 qram həll ola bilirsə, bu o deməkdir ki, 100 milli suda 40 qramda. Mənim 500 milli suyum var, deyir B maddəsinin. Yəni 500 milli suda 100-ə 40-dırsa, 500-də 5 dəfə çox, yəni 200 qram duz həll olar. Deməli, 500 milli suda 200 qram duz həll eləmişəm. Daha sonra mən bunu soyudanda, bax bu qrafik biraz tərsinədir. Elə bil sarı qrafikdə qızdıranda əlavə duz həll eləyirdik. Amma bu qrafik tərs asılı olduğu üçün həll olmadan. Temperatur həll olma tərs asılıdır da. Burada soyudanda daha çox duz həll eləyirik. Bu qrafiki deyir 20 dərəcəyə qədər soyudurur. Bax 20 dərəcə soyuduram. Aparıram 20 dərəcəyə. 20 dərəcə soyudanda gəlib düşür 80 qrama. Yəni hər 100 milli suda 80 qram duz həll olur. Və bir məsələ var. Mən hər iki məhlula 100 milli su əlavə eləmişdim. Artıq bu məhlulum mənim 600 millidir. İndi 20 dərəcədə 100 milli su üçün 80 qramdırsa həll olma, 100-ə 80 həll olursa, 600-ə nə qədər həll ola bilər arkadaşlar? 100-ə 80-dirsə 600-ə 480 edir, elə mi? Bəli.
Deməli, burada 600 milli su özündə 480 qram duz istəyir. Mən bayaq 200 qram duz həll eləmişdim zaten qabımda. Onun 480 olması üçün əlavə olaraq 280 də duz tökməliyəm qaba. Deməli, sağdakı qabda əlavə olaraq 280 duz tökməliyəm. Soldakı qaba isə 260 duz tökməliyəm, yoldaşlar. Cəmi, yəni 540 qram duz tökməliyəm ki, iki qaba birlikdə doymuş ola bilsin. Məntiq aydındır. Sadəcə yəni eləyəcəyiniz şey burada. Bizim işlədiyimiz məhlul suallarından da sadəcə gedişat bir baza çoxdur da, elə bir eyni şeyi təkrar eləyirsən yəni. O bayaqki məhlul faiz kimi eyni şeyi 100 artırırsan, 300 üstünə hesablayırsan, 400 üstünə hesablayırsan, arada fərqi gəlirsən üstünə, eyni şeyi bunun üçün eləyirsən. Yəni burada yoldaşlar suallar çətin deyil. Gedişatlar çoxdur sadəcə. Eyni gedişatdan 3 dənə, 5 dənə eləyə gedirsən, təkrar. Gəldik 25-ci suala. Hələ ki, problem var mı buraya qədər? Problem var mı deyil? Yoxdur problem. 25-ci sual. Azot və oksigen və ozon qarışığının azot, oksigen atomlarının sayı nisbəti 1/3 kimidir və ozon molekulları qarışıqda olan molekulların 40%-ni təşkil edir. Aha. Deməli, bu qarışığa NO2 qazı əlavə etdikdə qarışıqda. Yoldaşlar, bax, sizə mən dərsdə işləyəndə düzdür. Bəzi yoldaşların həllinə baxmışdım. Dediyim kimi həll eləmişdilər. Amma bəzi yoldaşlar fərqli yollarla getmişdilər və ya daha uzun, daha qarışıq yollarla gedənlər də var idi. İmtahanda, baxın, belə suallarda nə etmək lazımdır? Sənə deyir ki, məsələn, filan qədər qarışığın 40%-i budur. Onda bu qarışığın əgər miqdarı yoxdursa sənin əlində və səndən də sonda nisbət istəyirsə, yoldaşlar, nisbət o deməkdir ki, bax, məsələn, sən axıra tapdığın rəqəm, deyək ki, 10-un 5-ədirsə, bu da 2-nin 1-ə nisbətidir, 2/1 nisbəti. Sənin tapdığın rəqəm 20-nin 10-a olsa, bu da 2-nin 1-ə nisbətidir. Əgər sən bir sualda nisbət axtarırsansa, onda həmin sualları rahat bir rəqəm üzərindən, məsələn, 100%, 100 molekul üzərindən çox asanlıqla işləyə bilərsən ki, qoy orada əlavə ədədlər səni yormasın da. Çünki zaten sən nisbət tapacaqsansa, tapdığın rəqəmlərin neçə dəfə sən böyük götürsən də, onu ixtisar aparanda 2-nin 1-ə eyni şey qalır riyazi olaraq. 10-un 5-ə də tapsan yenə 2-nin 1-ə eyni şey qalır. Yəni sən elədiyin əməliyyatın heç bir fərqi yoxdur. Götürdüyün rəqəmin heç bir fərqi yoxdur. Nisbətlər gəlib axırda həmişə eyni qədər ixtisar olunur deyə onu tarazlaşdırır da, belə deyək. Yəni sən burada məsələn deyirsən ki 40%-ni ozon molekulları təşkil edir. Onda sən bunu ürəkli 100 molekul varmış kimi düşün. Qoy biraz rahat olsun da. İmtahanda yəni çox əlavə məhsuldan, çox əlavə problemdən qaçmaq lazımdır. Hər şeyə məhsul qoyanda altından çıxmaq olmur sonra məhsulları. Sən düşün ki, burada sənin 100 molekulun var. Bu 100 molekuldan 40%-ni ozon təşkil edirsə, hər 100-dən, onda sənin 40 molekul ozonun var deməli. 40 molekul ozon var və azot ilə oksigen atomlarının sayı isə deyir. Deməli, buraya yazıram. Azot, oksigen və O3. Bax, buraya indi. Mən ozonu deyir ki, bax, azot və oksigen atomlarının sayı nisbəti 1/3 kimidir. Ozon molekulları isə 40%-dir. Yəni, mən bunu 100 molekul düşünsəm, bura 40 molekul ozon deyə bilərəm. Düzdür mü, yoldaşlar? Və mənim yerdə neçə molekulum qalar? 60 molekulum qalar. Zaten N2 ilə O2-nin də hərəsinin molekuluna 2 eyni sayda atom var deyə bunların atomlarının nisbəti ilə molekullarının nisbətidir. İkisi də 2 atomlu molekuldur, onsuz ki. İndi yerdə qalan 60 molekulu da mən 1/3 kimi bölsəm nətər olar? 15-ə 45-ə. Aha, əla.
Deməli 15 dənə azota verərəm, 45 dənə oksigenə verərəm. İndi bir dənə baxın görək. Hər şey bax eləyəndən sonra imtahanda vaxtınız onsuz ki var da. Bir yoxlayın görək. Hər şey yeri-yerinə otururmu? Yəni 15 azot 30 atomdur, 45 azot 90 atomdur. Gör atomlar birincədirmi? 30-un 90-a. Düz gəlirmi bala? Gəlir. Bu əla. Görə indi ozon molekulları, bütün molekulların 40%-dirmi? 40 böl, ümumi molekul 100. Bu da düz gəlir. Deməli, hələ ki haqqın yolundayıq da, düzdür yolumuz. Davam eləyək arasında. Bu qarışığa NO2 qazı əlavə edildikdə, qarışıqda azot və oksigen atomlarının sayı nisbəti 2 böl 5 kimi olmuşdur. Yəni, sən qarışığa nə deyir? NO2 qaz əlavə edirsən. Yəni, bu qarışığa NO2 gəlib tökmüsən. Bunun miqdarını bilmirsən. Bir problem var ki, NO2 sənə həm azot atomu gətirir, həm də oksigen atomu gətirir sənə. Onda sən bunun sayını x qədər NO2 qəbul elə. Deyir ki, azot və oksigen atomlarının sayı nisbəti 2 böl 5 kimi olur deyir. Onda azotun sayını oksigenin sayına bölək 2 böl 5 yazar. Yəni bu qarışığa bunu əlavə elədik və azotla oksigenin sayı 2-nin 5-ə oldu. Gəl indi azotun sayını cəmləyək. Azot nə qədər idi mənim əlimdə? 30 dənə azot atomu var idi. Plus x qədər NO2-də nə qədər azot olacaq? X qədər azot olacaq böyle. Çünki indeks 1-dir deyə x vur 1. Bölək oksigenlərin sayına. Oksigenlər 45 vur 2. 90 dənə oksigen var idi burada. 40 vur 3. Bu nə qədərdir? 120 dənə oksigen burada var. Elə deyil mi uşaqlar? 120 dənə burada var. Plus x vur 2. 2x də burada var. Bərabərdir 2 böl 5. Bax, belə bir dənə təndir. Belə eləsəz, məncə daha asan çıxa bilərsiniz bu sual altından. Buradan x çıxır. X çıxan kimi də artıq zaten burada oksigenlə nə deyir? Say nisbətini deyir ki, son qarışıqda azot dioksid molekullarının başlanğıc qarşıda oksigen və ozon. Bax, oksigen və ozon molekullarının neçədir burada? 45-in 40-adır, hə, burada. Onu da biz ixtisar aparsaq məsələn. Neçə taparıq burada? Bizdən necə? 9-un 8-ə. Hə. Hanım, siz orada məncə bir şey səhv eləmişsiniz ki, Harda? siz oksigenlə azotun öz molekullarına 1-3 nisbətində götürmüşsünüz. Amma bizdə atom deyir. Baxım görək. Harda dayan baxın da bir dəqiqə, baxın. Axı biz onu elədik. Oksigen və azot. Burada azotu nə qədər götürdük biz burada? 30 götürdük. Oksigenin atomu nə qədər elədi? 90 elədi. Elə deyil? Sadəcə bizdə deyik ki, azot və oksigen atomların sayı nisbəti 1-3 kimidir. Siz o oksigen və azot molekullarını. Baxın, nə yapacağım buradan? Azot və oksigen atomlarının sayı nisbəti, hə, buradakını deyirsən. Bir daha səssiz alın uşaqlar, səssiz alın bir dəqiqə, səssiz alın. Kimisə yoxa verir. Baxın da buradan. Harda kimi deyirsən sən? Uşaqlar, bir daha kimisə yoxa verir. Arkadaşlar, gözlüyüm, kimin mikrofonu edilsə. Arkadaşlar, kimin mikrofonu açıq qalır. Özüm mü bağlayayım? Hə, bir daha baxım görək, dayan bir dəqiqə. Hanı o təmlik? Mən orada azot molekullarını oxudum axı bayaq. Azot molekulları idi. Molekullar oxudum. Molekul çevirdi bir də atomlara. Yenə bir üç nisbət. Dayan bir dəqiqə. Harda şimdi deyirsən? Bir daha oxuyum görək. Arkadaşlar, bu Tural adından qoşan dostumuz mikrofon açılanda Tural Novruzov. Çox qırıltı var mikrofonda. Nəsə. Hə. Deməli, bir daha baxım görədən azot molekulları yazmışdıq biz orada. Yəqin molekul atom mu oxumuşam mən orada? Baxım görək. Deməli, bax, heç nə elədiyimiz şey yoldaşlar. Yenə eyni prosesdir, yenə eyni şeydir. Molekul mudir, azot mudir? Baxın da bir dənə qoy orada. Bax, atom molekul
qarışıqda olan molekulların 40%-ni təşkil edir. Biz ozon molekullarına 40% qəbul edirik yoldaşlar. Daha sonra da 40 dənə ozon molekulu görürük qarışıqda, 100 dənədən. Qarışıqda deyir, azot və oksigen atomlar. Hə, burada azot və oksigen atomlarının, Nilüfer, bunu deyirsən sən. Bəli, ümumi götürməli. Azot və oksigen atomları 1/3 kimidir. Hə, biz burada onda. Azot və oksigen atomlarının 1/3 olması üçün, biz onda bunların özünə bir məhsul verməliyik də, məcburən onda. Mənim elə birindən deyəsən, birinə X götürə bilərik, o birisinə 60 çıx X götürək onda. Başqa çarə yoxdur. Hə, elə eləyək. Başqa çarə yoxdur. Onda biz bunu belə eləyək. Azot və oksigen atomlarının deyil. Biz bunu müəyyən yəqin buradan molekul sözlərini görüb, buradan molekul kimi elədim, bayaq işlədim. Deməli, azot və oksigen atomlarının sayı 1/3 kimidir deyə. Atom dediyi üçün bu oksigen atomlarını da götürməliyik, bu oksigen atomlarını götürməliyik. Yəni, bütün oksigen atomlarının sayı azot atomlarının sayı ilə 1/3 kimidir. Onda ümumi bizim əlimizdə, yoldaşlar, 100 dənə molekul varsa, biz azota X desək, məsələn, oksigen qalar, ümumi 100 olmalıdır. Cəmi biz 100 molekul qəbul eləmişik. Buna qalar yerdə 100 çıx X qalar. Yenə eyni prosesdir, yoldaşlar, fərqi yoxdur. 100 çıx X qalar burada. 60 çıx X verirsən, 60 çıx X. 100-ündən 40-ı buydu, 40-ı buydu. Buna qalır elə bil. İkisi bir yerdə 60 qalmışdı bayaq. 60-ın da X-i budursa, 60 çıx X-də yazırıq buna. İndi bundan sonra biz buna artıq Y sayda NO2 əlavə eləmişdik bu qarışığa. Y sayda NO2 əlavə edəndə də azotların sayını böləcəyik oksigenlərin sayına bərabər edəcəyik 2/5 nisbətində. Yəni, buradan biz yazacağıq ki, başlanğıc qarışıqda oksigen və ozon molekul, bir dəqiqə, bu qarışığa NO2 qaz əlavə edildə qarışıqda azot və oksigen atomlarının sayı, atomların deyir burada. Deməli, azotun sayı 2X plus Y, azotların sayıdır bu. Bölünsün oksigenlərin obşu sayı. Oksigenlər 60 çıx X vur 2, yəni 120 çıx 2X plus burada 40 vur 3, 120 plus 2Y. Bunlara böləndə bərabər yazıram 2/5. Buradan, yoldaşlar, buradan. X'in ifadəsi çıxır. Nə çıxır buradan? Və bu tənlərlə eləyəndə, yoldaşlar, X ilə Y, yəni məlum olur da artıq. X'in Y ilə ifadəsi müəyyən olunur artıq, belə deyək. Aydındır, gedişat. Əsas məsələ, ümumi sualın gedişatında problem yoxdursa, bu tənliyə eləmək rahatdır artıq. 2-ni bura vurursunuz, 5-i bura vurursunuz, çarpaz, tənliyə eləyib tapırsınız. Belə olsa, yəni bir balaca bu, deyərdim ki, bəlkə də 25-də tənlik qurmaq biraz maraqlıdır. Qalanları hamısı standart idi, onsuz ki, sualları. Hə, kimdə problem var indi burada? Bu suallarda ümumiyyətlə. Müəllimdən 600 yazmışım. Bunların onsuz ki, hamısını sırayla izah edib atmışdım, baxın mən sizlərin. 1-dən 20-yə qədər, orada 5... Mənim 6 metronun yanmasını yazsınız. Bunu. Allah kimi yadımdan çıxdı. Bir gün əvvəl, dərsdən bir gün əvvəl. Hələ yanma reaksiyasında danışdım mən. Dedim, CH4 qazı, metan qazı, oksigen qazında yanır, karbon qazı və su alınır. Dərsdə deyilənlərə valla qulaq asmışsınız. Hətta. Mədinə, buradasan? Ay Mədinə. Mədinə yoxdur burada. Hətta dərsdə, bax, mən həmin gün dedim ki, azotun oksigenlə reaksiyası istisna olaraq endotermikdir. Daha sonra da fotosintez reaksiyasına misal göstərdim ki, daha sonra da endotermik reaksiyalara. Dedik, günəş çıxmasa, fotosintez prosesi getmir.
hansı ki günəşdən gələn enerji ilə, yəni günəşin verdiyi o enerjini udaraq və karbondakı karbon qazını istifadə edərək glukoza yaranır, oksigen qazı ayrılır. Yəni enerji udulur ki, proses gedir. Axşamlar dedik fotosintez getmir. Gündüzlər ona görə gedir ki, işıq enerjisi, yəni günəşdən gələn enerji lazımdır bizə. Bunu demişdik. Müəllim, turşulara vaxt qalacaq. İndi ilə başlayırıq turşunu danışmağa. Belə deyək. Mən bu gün turşunu tam keçəcək, yoxsa yine yarıya böləcəyim? Bugün keçireyim hadi turşunu. Hə, turşu əsasları